Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaud Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, hansı halda məhkəmə qərarlarının icrasını tam və ya qismən dayandırmaq olar. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin, hörmətli izləyicilər. Əvvəlcədən xahiş edirəm, videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxs bilsin. Bəyənin keçən mövzuya məhkəmə qərarlarının icrası hansı halda dayanır? Birincisi, onu qeyd edin ki, qismən dayandırması o halda mümkündür ki, vətəndaşın müqəddəs olaraq iş yeri olmasın. Yəni, bu borcuna aid olan məhkəmə qərarlarına aiddir. Yəni, müxtəlif məhkəmə qərarları var, borc ola bilər, mənzilin köçürülmə ola bilər, əmək nüvəssəsi ola bilər. Bunların dayandırması tam və qismən mümkündür. Yəni ki, o halda mümkündür ki, dediyim kimi, əgər vətəndaş işləmirsə, ödəmə ilə bağlı müqəddəsi dayana bilər, eyni zamanda vaxtında məhkəmə qərarını almıbsa, xəbəri yoxsa, birdən məhkəmə icrası çağırır ki, sənin haqqında belə bir qərar var. O deyə bilər ki, mən qərardan şikayət edəyəm. Şikayət müddətinin bərpa olması haqqında ərz verməlidir məhkəməyə. Və həmin müddət bərpa olunduqdan sonra, yəni ki, şikayət edə bilər, onda icrası dayana bilər. Eyni zamanda qeyd edin ki, əlilliyi olan şəxslərin borcu varsa, o halda da mütləq qeyd edən məhkəmə deyə bilməz ki, məsəl üçün 10.000 borcumu apar ödə. Onun hissəsi pensiya kartından, müavinət kartından tutur bilər. Nəzərə alın. Məsəl üçün, mənim kimi əlilliyi olan şəxs varsa, əlillik arabasında olan şəxs varsa, qoy bilsinlər. Bilsinlər ki, yəni hissəsə pensiya kartından tutur bilər. Müavinət kartından tutur bilər. Amma eyni zamanda əlilliyi olan şəxsi və ya digər şəxs belə deyək də fəaliyyət qabiliyyətsizliyi elan olunursa, o halda dayanır icrası tamamilə. Nəzərə alın, hörmətli izləyicilər. Eyni zamanda o halda dayanılmayır ki, şəxsdən 2 ildən artıq xəbər yoxdur. Tutaq ki, məsəl üçün, harası gedib, xarici ölkəyə gedib, xəbər yoxdur. O halda onun ailə üzvəyi məhkəməyə müraciət edir. Məhkəmədə o həmin şəxs içkin düşmüş elan olunur və tapılana qədər, yəni məhkəmə qərarının icrası dayanır. Əgər 5 il ərzində tapılmasa, həmin şəxs ölmüş elan olunur. Onda da məhkəmə qərarı icrası dayanır, amma bir halda nəzərə alın. İndi qeyd edəcəyəm. Əgər vəsəyi payın qəbul etmirsə, qanunda belədir ki, 6 ay ərzində vəsəyi payı götürməlidir. Götürmürsə, imtina etmiş hesab olunurdu. Amma indi qanun dəyişib, 2023-cü il dekabr ayında. Artıq belə deyəndə vətəndaş özü paydan imtina edirsə, gedib ərizə yazır. Notariusa verməli ki, mən paydan imtina edirəm. Əgər vermirsə, qəbul etmiş hesab olunur. Onda da həmin belə borcun ödənməsi və ya digər məhkəmə qərarının icra olunması həmin şəxsə yönəlir. Yəni, beləsə icra etməlidir. Bu, bir şəxs də ola bilər, bir neçə şəxs də ola bilər. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, tərəfə, yəni öz arasında baxmayın ki, məhkəmə qərarı var ki, məsəl üçün deyəm, 30.000, 40.000 pul ödənsin, ödəmə imkanı yoxdursa və yaxud digər nüvəssədirsə, o arasında saziş bağlaya bilər, mediasiyada və məhkəmə qərarının icrasını dayandıra bilər. Və ya iddiası tərəf gedib deyə bilər ki, mən artıq bu qərarın icra olunmasını istəmirəm. Nəzərə alın. Mən bir hüquqşünas kimi də, mediasiyada işləyən bir şəxs kimi də bir zamandan mediasiyada işləmişəm. Mediator kimi, keçmiş mediator kimi deyə bilərəm ki, tərəflər arasında elə bir müqavilənin bağlaması mümkündür. Eyni zamanda təşkilat rəhbəri olaraq demək istəyirəm. Çünki deyim, mümkündür. Sadəcə burada bir incəyi var. Mediator müstəqil şəxs olduğuna görə tərəflərə hüquqi yardım göstərə bilməz. Deyə bilməz ki, sən bu qərar qəbul edəməsin, bağışığa gəlməsin, sənə məhkəmədə belə bir ziyan dəyə bilər, uduzarsa və yaxud qərar təmin olunmaz, onu deyə bilməz. Amma nümayəndə deyə bilər, hörmətli izləyicilər, nəzərə alın. Sadəcə belə deyək, qarşı tərəflə danışığı düzgün aparmaq lazımdır. Biraz kartları yansıq açmaq lazımdır ki, əgər sən razı olmasın, sənin məhkəmədə bu belə deyək, mənfi cəhətdə gözləyir. Pulun gedəcək, vaxtın gedəcək və falan maddəyə əsasən sənin iddian təmin olmayacaq. Adətən belə deyək, şəxslər kim müdafiə edirsə, nümayəndə olsun, vəkil olsun, fərqi yoxdur. İlk gələk məhkəmədə həll edək. Xeyr, mediasiyada həll edə bilirsiniz. Düzgün danışıq aparmaqla, hörmətli izləyicilər. Bu mümkündür. Mən öz təcrübəmə əsasən qeyd edirəm ki,
mümkündür bəli. O halda da məhkəmə qərarının icrası dayanır. Nəzərə al, hörmətli izləyicilər. Amma dediyim kimi, vəfat etmiş şəxs vəfat etdiyi gündən 3 ay ərzində gedib pay götürməsiniz. Yəni artıq belə qəbul etmiş hesab olunursunuz və borclar da sizin üzərinizə gələcək. Buna görə imtina yazıb verməsi ki, istəməm məsələsi var. Onda da belə deyək də, bank olsa, məsəl üçün və yaxud digər şəxs olsa, borclu olan şəxs tərəf, belə deyək də, borcu almaq istəyən şəxs tərəf olsa, məhkəməyə verəcək ki, həmin şəxsin əməkini yönəldir. Nəzərə al, hörmətli izləyicilər. Digər hallarda bəli, məhkəmə qərarının dediyim kimi icrasını dayandırmaq mümkündür. Əsas məsələdən bir qeyd edirəm, hörmətli izləyicilər. Üzrü sayın hörmətli izləyicilər. Biraz soyuq deyib, amma səsim bir təhər çıxsın. Ona görə üzrü hesab edin dediyim kimi. Bəli, bu mümkündür. Sadəcə qarşı tərəflə danışığı düzgün aparmaq lazımdır. Bu barədə istəsəniz sizə kömək edə bilərəm. Keçmiş bir mediator kimi, hüquqşünas kimi, təşkilat rəhbəri kimi kömək edə bilərəm. Özüm 1999-cu ildən qeyri-hökumət təşkilatı rəhbəri eləmişəm. İnsanların psixologiyasını bilirəm. Həm belə hüquqşünas kimi bilirəm, həm təşkilat rəhbəri kimi bilirəm, həm keçmiş mediator kimi bilirəm. Hörmətli izləyicilər, nəzərə alın. Buyurun müraciət edin, kömək edər sizə. Hörmətli izləyicilər. Onu da qeyd edim. Birinci məhkəmə instansiyasının qərarını, yəni məsələn yasama məhkəməsinin qərarının instansiyasına, şikayət apellyasiya instansiyasına verdiyi zaman, yəni apellyasiya məhkəməsinə verdiyi zaman icrasız dayanır. Eyni zamanda kassasiya şikayəti ali məhkəməyə verdiyi zaman dayanır. Nəzərə alın, hörmətli izləyicilər. Yəni vaxtı belə də uzatmaq olar. İcrasını dayandırmaq olur, mümkündür. Yəni qanunverici ona da yol verir. Amma mən şəxsən təklif edirəm ki, gedib qarşı tərəflə danışasınız, razılığa gələrsiniz və icrasını dayandırasınız məhkəmə qərarını. Bu yəni deyən düzgün danışıqdan asılıdır. Mən də bu barədə sizə kömək etməyə hazıram. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefon hüququ məsləhəti verilməsi 10 manatdır. Eyni zamanda əyani məsləhətində. Bundan əlavə ərzəyə də yazıb e-mail, WhatsApp, email göndərirəm. Hörmətli izləyicilər, nəzərə al, bütün qaydada. Amma xahiş edirəm ki, kiminlə sual varsa, WhatsApp-a yazsın, səsim açıq olmasında. Yəni yazısız biliyorsa oxuya bilməm, başım qarışıq olur və yaxud belə deyək, telefonunuzdan yenə cavab verə bilməm, başqa yerdə olam. Ona görə səslə göndərin sual varsa. Göndərin gün ərzində əgər saxlayıb sizin suallara cavab verəcəyəm. Hörmətli izləyicilər. Zəhmət olmasa sonunda xahiş edirəm, videonu bəyənin və YouTube kanalına abunə olun. Diqqətinizə görə sağ olun. Sağ olun.